Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Ağdam rayon Paşabəyli kəndində gözəl bir balamızın evində qonağıq. Xoş gördük balam səni. Necəsən? Sağ ol. Yaxşıyam. Çox sağ ol. Adın, soyadın? Mahmudlu Ziyad. Ata adın? Zamik. Anadan olduğun gün və tarix. 2013-cü il martın 24. Oxuduğun məktəb? Rəfiq Qasımovuna Paşabəyli kənd ümumi məktəbi. Hal-hazırda neçənci sinifdə oxuyursan? 7-ci sinif. Ən çox sevdiyin dərs, ən çox sevdiyin müəllimələrin kimdir? İngilis dili Əzizə müəllimə. Əzizə müəlliməyə buradan biz də salamlarımızı çatdırıb. Balamızın yaddaşında çox gözəl qalıb. Hörmətini qazanıb. Böyüyəndə hansı sənətin sahibi olmaq istəyirsən? Polis olması. İnşallah Allah arzuna yetirsin. Uğur və nailiyyətlərin olub indiyə qədər? Bəli. Olub, sınaq imtahanlarından birinci yerlər tutmusan. Çox gözəl. Neçənci ildə məktəbə getmisən? 2019-cu. Boş vaxtlarında nə ilə məşğul olursan? Musiqiyə qulaq asıram. Atan haqqında nə demək istəyirsən bizə? Atana bir ürək sözün nə ola bilər? Atanı çox istəyirsən, eləmi? Ananı da həmçinin. Ananın haqqında nə demək istəyirsən? Ananı da çox istəyirsən. Necə? Ali məktəblərə üçün onunla atamı sevindirmək istəyirəm. İnşallah Allah arzularına çatdırsın Allahın izni ilə. Neçə qardaş bacısınız? 3 qardaş. 3 qardaşsınız. Hobbin nədir? Hobbim musiqiyə qulaq asıram. Və həyatda böyüyəndə kimə bənzəmək istəyirsən? Özüm olmaq istəyirəm. Ay nə qəşəng. Balamız özünə bənzəmək istəyir. İnşallah Allahın izni ilə böyük ali məktəbə qəbul ol, özün kimi ol. İnşallah balamızın babası yanında əyləşir. Balamızın babası özünü təqdim eləyərdi. Adınız, soyadınız? Mahmudov Özbək Abdullaoğlu. Babanız, balanızı nə arzulayırdınız? Bir baba olaraq. Baba olaraq arzu edirəm ki, ali məktəbə girsin, babasının, atasının, anasını sevindirsin. Amin. Biz də amin deyirik inşallah. Balamızın atası da yanında əyləşib, ata olaraq evladınıza nə arzulaya bilərsiniz? Mən də arzu edirəm ki, o ali məktəbə qəbul olsun. Həmişə özünün ürəyindən keçəni, arzuladıqlarına, mənim istədiyim, onun özünün istədiyi hər şeyə nail olsun inşallah. Amin Təhsilində inşallah. həmişə üstün olsun. Amin. Həmişə də qabaqcıl şagirdlərdən olsun inşallah. Amin. Balamızın anası yanında əyləşib. İstəyərdim anası da özünü təqdim eləsin. Mahmudova Şahin. Balanıza nə arzulayardınız? Valideynin arzusu nə ola bilər ki? Əlbəttə. Övlad kimi dərk etmək. Evladınız böyüsün, sizin fəxriniz olsun inşallah. Balam, sənin adın nədir? Zəfər Mahmudlu. Qardaş olaraq qardaşına nə arzulayırsan? İstəyirəm ki, ali məktəbə qəbul olsun, irəliləsin. Amin. Böyüyəndə sən nə olmaq istəyirsən? Hansı sənətin sahibi olmaq istəyirsən? Elə bilmirsən, elə qərarlaşdırmamısan. Balam, sənin adın nədir? Cəmi. Oy Allah. Cəmil balam, sən nə olacaqsan böyüyəndə? Polis. Allah, inşallah Allahın izni ilə Allah arzularınıza çatdırsın. Çox sağ olun, siz var olasınız. Qapınızı bizə açdınız, qonaq qəbul elədiniz. Var olasın. Sağ ol balam, Allah səni arzularına çatdırsın.